Salam uşaqlar, gəlin isə biz orta sürət və hərəkətin nisbiliyindən qaldığımız yerdən davam edək. Deməli, başlayaq 25-ci sualdan. Görək 25-ci sual nə deyir? X oxu üzrə hərəkət edən 5 müxtəlif cismin və A cisminin yerdəyişmələrinin proyeksiyalarının zamanlamasının qrafikləri verilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir? Dediyim kimi, özünə ən yaxın olan hansıdırsa, onun sürətinin modulu ən kiçik olacaq. Burada A-ya ən yaxın hansıdır? Əlbəttə ki, birinci olduğuna görə burada cavabım Y variantı olacaq. 26-cı sualda onun kimidir. Burada modulu ən kiçik deyir deyə A-ya ən yaxın olan hansıdır? 5-cidir, elə deyilmi? A-ya ən yaxın olduğuna görə onun modulunun sürəti ən kiçik olacaq. Demək, burada da cavab C variantı. 27-ci sual. Cismin hərəkət tənliyi x bərabərdir 10+5 şəklindədir. Hərəkət tənlikləri verilmiş hansı cismə nəzərən bu cismin sürətinin modulu ən böyükdür. Burada isə gəlin biz ilk önce nəyi tapaq? Uyğun olaraq t zamanını tapıb cismin sürətinin modulunu təyin edə bilərik. Elə deyilmi? Deməli, burada hər variantda baxaq, görək burada hər variantda x bərabərdir. Məsəl üçün A variantında 10-t verilib, elə deyilmi? Gəlin buradan v-ni tapaq. X-in əsas tənliyi nə idi bizdə? X bərabər idi, x0 plus vt idi, elə deyilmi? Burada v-nin yerində A variantında nə durubdu? V-nin yerində durubdu burada, məsəl üçün, -1. -1. Mənim tənliyimdə nə verilibdir? Bəs mənim tənliyimdə isə verilibdir v. Orada dəqiqə. Əsas tənliyimdə isə mənə verib ki, x bərabərdir 10+5t-dən. V neçə verilibdir? V bərabərdir 5-dir. Buradan hesablasam, taparam ki, V bərabərdir 5 minus -1 bərabərdir 6-ya. B variantında. B variantında V nə veribdir mənə? 5 veribdir. V bərabər 5 minus 5 0 eləyər. C variantında V-nin yerinə nə veribdir? 10 minus 5t-dən 5 orada sürətdir, -5-dir özdə. 5 minus -5 o da bərabər olar. Deməli, -10-a, elə deyilmi? D variantında nə verilibdir? D variantında isə V-ni verib -2. V bərabər olacaq 5 minus -2. O da bərabər olacaq 7-yə. Dəqiqə. Daha doğrusu burada deməli 0 5 minus -5 10 eləyəcək. Aha. 5 minus D variantına nə verilibdir mənim sürətimin yerinə? -2. 5 minus -2 bərabərdir 7 eləyəcək. Y variantı necə eləyəcək? Y variantı da V2-dir. 5 minus 2 bərabərdir 3-dür. Məndən nə istəyir? Dəqiqə. 5 minus 2, aha. 5 minus -2, hə, düzdür. 27-yə baxırdıq da, hə. Nə istəyir? Hansı cismə nəzərən bu cismin sürətinin modulu ən böyükdür? Ən böyük olanda sürətinin qiyməti hansında böyük oldu? C variantında aldıq ki, qiyməti 10-dur. A variantında aldıq 6-dır, B-də 0-dır, D-də 7-dir, Y-də 3-dür. Eləmi? Ən böyüyü C variantında olanda aldıq. Bu da belə. Digər sualda onun kimidir. Onu yazmayacağım artıq. 29-cu sual. Gəminin çayın axını istiqamətində sürəti 25 km/s, axının əksi istiqamətində sürəti 14 m/s olarsa, çayın sürətini hesablayın. Yazaram ki, burada V çay üstə gəlsin və nəyin istiqaməti? Gəminin istiqaməti və gəminin sürəti bərabərdir 25.
Çayın axın istiqamətindəki sürət də bu 25 metr. Çayın axının əksinə V2, yəni gəminin sürəti minus V çay yazaram ki 14'tür, elə deyilmi? Bunun sistemi alsam buradan nə var? Onlar ki 2V çay bərabərdir 11'ə. V çay da bərabərdir 5,5'ə. Deməli çayın sürəti nədir? Çayın sürəti 5,5 kilometr bölünsün saatdir. Mənim cavabım olacaq E variantı. Da belə. 30-cu sual. Şəkildə 3 avtomobilin sürətləri və hərəkət istiqamətləri verilmişdir. Avtomobilin birinci V21, ikinci V23 və üçüncü V31 nisbəti müddəti modelləri hansı diaqramda düzgün ifadə olunmuşdur? Deməli, baxaq, görək. V21'i tapsaq, V21 bərabərdir. İkincinin birinciyə nəzərən sürəti eyni istiqamətdə olduğuna görə V2'dən çıxaram V1'i. O da bərabər olar. 100'dən çıxacam 60'ı, neçə olacaq? 40. İkinci olaraq V2 3 istəyir, eləmi? V2 3 bərabərdir. İkinci ilə üçüncü əks istiqamətlərdə yönəldiyinə görə onları mən toplamalıyam. Yəni V2 üstə gəlsin V3, o da bərabərdir 100 üstə gəlsin 80 bərabərdir 180'ə. V3 1 istəyirsə V3 1. 3'ün birinci əks istiqamətə yönəlib, demək toplamalıyam. V3 üstə gəlsin V1 bərabərdir 80 üstə gəlsin 60, o da bərabər eləyəcək 140'a. Qüvvə diaqramına baxıram, hansı variantında verilib bu tam aydın. Deməli, birinci qrafikdə 40, ikincidə 180, 180, 200'dən 160 arası deyə burada göstərir. Üçüncü də 140 da 160'dan 120 arası. Cavabım C variantı. Da belə. Sonra 31-ci suala baxaq. Eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir? Ən kiçik deyirsə, eyni istiqamətdə olmalıdır ki, onlar çıxılsın. Deməli, A-ya görə ikinci eyni istiqamətdədir. Demək cavab C variantı. Sonra digər sual. Başlanğıc koordinatları eyni olan və x ox üzrə hərəkət edən iki cismin sürət proyeksiyalarının zamanın asılılığı təsvir olunmuşdur. Hansı zaman intervalında cisimlər bir-birinə yaxınlaşır? Bu suallarda yadınızda saxlayın ki, əgər cisimlər kəsişərsə, məsəl üçün bunlar harda kəsişibdir? T4 anında. T4 anında kəsişəndə bu cisimlər bir-birinə yaxınlaşır. T4, T5 anında isə bu cisimlər necə deyim? Daha doğrusu kəsişdikləri nöqtə T4 nöqtəsi olduğuna görə onlar arasındakı məsafə ən böyük olar. Necə? Və bunu sahəyə görə də təyin edə bilərsiniz. Bax, bu birinci ilə ikinci sahə arasında qalan bu hissə var, bax, bu hissə. Görürsünüz, bu fiqur alırıq. Bu fiqur həmin hissənin, yəni sahəsinin böyük olduğunu bildirir də. Yəni T4 anına qədər, T4 anında onlar kəsişirlər də. Həmin kəsişmə nöqtəsində cisimlər arasındakı məsafə ən böyük olar. Amma T4, T5 anında cisimlər bir-birinə yaxınlaşır. Ona görə də burada bizim cavabımız olacaqdı ki, cisimlər bir-birinə nə zaman yaxınlaşır? T4 və T5 zaman aralarında cisimlər bir-birinə yaxınlaşır. 33'də də eynən elədir.
T4 və T5 anında. 34-cü sualda hansı zaman anında cisimlər arasında məsafə ən böyük olar? Ən böyük olması üçün onlar kəsişirlər, kəsişdiyi nöqtəyə qədər. Görürsünüz, bura qədər sahəyə fikir verirsən, bax buranın sahəsi, buranın bu sahəyə qədər görürsünüz, sahə böyüyür get-gedə. Bu ana qədər cisimlər bir-birinə yaxınlaşır. T4 anında məsafə artıq ən böyük olur. Deməli, cavab 34-də C variantı olacaqdı. 35-ci sual. Sürətlə hərəkət edən iki cismin yerə nəzərən sürət vektorları təsvir olunmuşdur. Birinci cismin ikinci cismə nəzərən sürətinin istiqaməti hansıdır? Birinci yuxarı çəkilibdir qrafikimiz. Belə çəkilib. V1 bu istiqamətdədir, buradan başlayıb. İkinci də bu istiqamətə gəlibdir, elə deyilmi? V2. Mən bunu gətirib V1-in başlanğıcına sala bilərəmmi? Buradan başlada bilərəmmi? Bilərəm. V2 vektoru. Və məndən nə istəyir? V1 cisminin V2, yəni V1 2-ni istəyirsə, V1 2 nəyə bərabərdir? V1 minus V2, elə deyilmi? Yəni bu vektorun istiqamətini mən hara çəkməliyəm? Əvəzləyici vektoru ümumi. V1-ə birləşdirməliyəm. Çünki birinci nə gəlibdir? Birinci V1 gəlib də. Belə çəkməliyəm. Bu da ümumilikdə V-dir. Demək cavabımız B variantı. Sonra digər sual, 36-cı sual. 36-cı sualda da eyni qaydanı tətbiq edirik. Birinci V1 vektoru belə gəlibdir. İkinci V1 vektoru isə V2 belə gəlibdir. Elə deyilmi? Məndən nə istəyir? V2 1 istəyirsə, mən nəyi tapmalıyım? V2 minus V1'i. Onu demək, ikinciyə çəkəcəm mən oxu. Amma ki, burada nə etməliyəm? Bunlar çıxılır deyə bir nöqtəyə birləşdirməliyəm. Burada mən bunu əgər belə çəksəm və mən desəm ki, əvəzləyici V2 1-dir, bu belə ola bilməz. Niyə? Çünki burada çıxılmadır. Amma buradakı V bərabərdir, V1 plus V2-dir. Ona görə mən bunu belə yaza bilmərəm. Bunu belə çəkə bilmərəm. Çəksəm, mən onların başlanğıcını eyni nöqtəyə gətirməliyəm. Yəni, birinci belədirsə, ikinci də onun başlanğıcından başlamalıdır. Yəni, bu istiqamətə çəkməliyəm. Yəni, başlanğıcları eyni nöqtədən çıxmalıdır. Və V2 1 deyir deyə, birinci V2 gəlir deyə, oxun istiqaməti V2 olmalıdır. Onda burada V da bərabər olacaq, elə V2 1-ə. Da belə. Da cavab B variantı olacaq. Sonra 37-ci sual. Şəkil O nöqtəsindən hərəkətə başlayan çayın digər sahilinə doğru üzən üç üzgücünün sürət vektorları göstərilmişdir. Üzgüclərin çayı keçmə müddətləri arasındakı hansı münasibət doğrudur? Bunu mən zamanlar arasındakı münasibət istəyir və mən fikir verməliyəm burada Y və X koordinatlar üzərində yönəldikləri vektora. Hansı istiqamətə doğru yönəldilər bu üzgüçlər? Y vektoru üzrə gedirlər, elə deyilmi? Bax, fikir verin, Y vektorunu çəksəm, buradan yuxarı doğru gedir də, bu Y vektorudur, elə deyilmi? Y vektoru. Bunlar X vektoru üzrə hərəkət eləmirlər. Yalnız Y üzrə hərəkət edirlər. Və zaman üçün yazsam bunu, S bərabərdir. V T-dən T nəyə bərabər olar? S bölünsün V-yə, elə deyilmi? Daha doğrusu V bölünsün S-ə. Buradakı V Y üzrə sürətin proyeksiyası olacaq. Çünki bu üzgüçlər Y üzrə hərəkət edirlər. Və fikir verin. Bunların getdikləri, üzgüçlərin getdikləri nə qədər dama doldurublar? Bu V1 2 dama gedibdir, 2 dama gedib Y üzrə. V2 də 2 dama gedibdir, V3 də 2 dama gedibdir. Demək ki, onların zamanları elə bir-birinə bərabər olacaq. Yəni, T1 bərabər olacaq T2-yə, o da bərabər olacaq elə T3-ə. Cavab A variantı. Sonra 38. X ox üzrə hərəkət edən və başlanğıc koordinatları eyni olan nə isə deyir ki, nə deyir axırda? Hansı zaman anında cisimlər arasındakı məsafə ən böyük olacaqdır? Dediyim kimi,
Məsafə ən böyük olursa, onların kəsişdiyi nöqtə hansıdır? T4-də, T4 nöqtəsində aralarındakı məsafə ən böyük olacaq. 39-cu sual. Müşahidə başlayan anda bir-birindən müəyyən S0 məsafədə olan iki avtomobil sabit 2V və V sürəti ilə hərəkət edir. Hansı qrafik avtomobillər arasındakı məsafənin zamandan asılılığını ifadə edir? Fikir verin. Birinci olaraq birinci cisim 2V sürəti ilə hərəkət eləyib. İkinci cisim isə V sürəti ilə hərəkət eləyib. Birinci cisim uzaqdan başlayıb hərəkətə, ikinci cisim amma yaxından başlayıb da, elə durduğu nöqtədən başlayıb. 2V sürəti ilə hərəkət edən avtomobil ikisi də hərəkətə başlayanda birinci biraz ondan uzaqda hərəkətdə başlayır. Amma 2V sürəti V sürətindən böyük olduğuna görə birinci sürətin çox olması səbəbindən artıq başlayacaq, yaxınlaşacaq, 2-yə çatacaq birinci. Sürəti artır deyə artıq 2-ni ötüb keçəcək bu. Yəni bu zaman anında belə çəksək, S-in T-dən asılılığını çəksək, bunlar aralarındakı məsafə birinci azalacaq. Birinci onlar arasındakı məsafə böyük idi, elə deyilmi? Sonra azalacaq. Demək yavaş-yavaş hərəkət edəcək, belə çəkəcəyik. Birinci artıq azalacaq. Sonra isə birinci artıq ikincini ötüb keçəcək və arasındakı məsafə artacaqdır onlar. Demək, bu da belə gedəcək. Burada S0. Demək, hansı variantdadır o da? O da C variantında göstərilmişdir. Sonra 40-cı sual. Deyir ki, çayın axın sürəti V çay və 5 üzgüçünün suya nəzərən sürət vektorları verilmişdir. O nöqtəsindən üzməyə başlayan hansı üzgüçü qarşı sahələ A nöqtəsinə çıxacaqdır. Bunun üçün V çayın vektorunu gətirin, birləşdirin bu məsəl üçün həmin bir vektoruna. Eləmi? V çay. Bunu da birləşdirin O nöqtəsindən hardan çıxacaq? Elə gəlib A-dan çıxacaq. Elə deyilmi? Gördünüz, elə birinci. Və çayı gətirib əgər ikinciyə qoysaydım, dəqiqə. Əgər ikinciyə qoysaydım, 2 damı olduğuna görə V çay, 2 damanı doldurardım. Bu gəlib çıxacaqdı, artıq buradan çıxacaqdı. Gördünüz, A nöqtəsindən çıxmadı, amma birinci A nöqtəsindən çıxdı. Ona görə mənim cavabım orada A variantı, birinci nöqtə olacaqdı. Sonra 41-ci sual. İki cismin sürətinin proyeksiyası zamandan asılı qrafiki verilib. Hansı qrafik ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyası zamandan asılılığına uyğundur? Gəlin burada ilk öncə birinci və ikinci qrafiklər üçün başlanğıc sürətlərimizi tapaq. Başlanğıc sürətlərimizi tapaq, sonra son sürəti tapaq. Bizdən nə istəyir? İki cismin sürət proyeksiyası zamandan asılı qrafik verilib. Hansı qrafik ikinci cismin birinci cismə nəzərən V2-1 istəyir. V2-1 istəyir, eləmi? Daha doğrusu V2-1. Birinci qrafik üçün V0-1 nəyə bərabər olar? Birinci qrafikdə elə başlanğıcı 5-dir. Elə başlanğıcı 5-dir. Bəs ikinci qrafik üçün nə olar? İkinci qrafikdə cismin sonu 0-dır. 0-da başlayıb, elə deyilmi? V0-2 üçün 0 olacaq. Yaxşı, onların bəs son sürət bunu tapsaq, V0-2-də 1-i tapsaq, o olacaq V0-2 minus V0-1 deyək. V0-1, o da bərabər olacaq 0 minus 5 bərabərdir -5-ə. Yaxşı, bəs son sürətləri tapsaq necə olar? Son sürətləri tapsaqsa, V1 görürük ki, elə 5 ilə başlayıb 5-də də bitir. Yəni, sürət dəyişmir də. V1 5-dir. V2 neçədir? V2 isə 0-dan gəlib 5-də dayanıb. Son nöqtəsi 5-dir. Yəni, bu kəsişmə nöqtəsində 0-dır, arta-arta gəlib elə 5-də durubdur. V2 də bərabərdir 5-dir. V2-1 istəyirsə 5-dən çıxarırsınız. 5-i bərabərdir 0-dır. İndi bu cavabları mən qrafikimə tətbiq eləməliyəm, elə deyilmi? Bu cavablarımı qrafikə tətbiq eləsəm. V2-1-in
Zamandan asılı nədən başlayıb? Başlanğıc V2-1-i -5-dən başlayıb. -5 desəm ki, burdandır. Sonu isə 0-dır. Bax, son sürəti də 0-dır. Bu hansı qrafikimə misal göstərilə bilər variantlarımda? D variantı. Gördünüz, D variantına uyğundur cavabım. Bu da belə. Oldu, görüşənədək inşallah gələn videolarda görüşürük.